də sizə Amerikan cazının kökləri əslində həm Afro-Amerikanların köçüb gəlməsi ilə bağlıdır, həm fərqli millətlərin New Orleans şəhərində məskunlaşması, onların hər birinin öz mədəniyyəti vardı hər formada və onların bir-birinə qarışması nəticəsində yaranıb. Və cazın qaynağı əslində bu afrikanların kilsələrdə ifa etdikləri spiritualistlərə əsaslanır, yəni ruhani mahnılar və iş prosesi zamanı, əkinçilik fəaliyyəti zamanı ifa etdikləri mahnılardan təsirlənərək yazılıb. Daha sonradan da artıq cazın müxtəlif qolları təbii ki formalaşmağa başladı. Əksər, yəni cazın başlanğıcı sırf belə deyək, qaradərililərin musiqisinə əsaslanıb. Daha sonradan artıq ağdərililərin də qatqısı ilə Dixieland adında bir caz üslubu yaranıb. Yəni dövr inkişaf elədikcə həm Latin Amerika ilə qarışıb caz, Afrikan-Amerikanların cazı, həm də artıq Avropaya da yayılıb. Caz inkişafa hədsiz dərəcədə meyilli bir janrdır. Hər cür yeniliyə meyilli bir janrdır. Buna görə yəni caz ümumiyyətlə bir şeylərin qarışımı deməkdir də, belə lorel dildə desək. Buna görə caz digər janrlardan çox daha fərqlidir. Əslində mən belə düşünürəm ki, şərq musiqisi ilə caz bir-birinə çox da məncə qovuşmayan bir şeydir. Yəni onu Vaqif Mustafazadə çox mükəmməl bir şəkildə yaratmış olsa da, ondan sonrakılar bir o qədər də çox belə deyək, zəhmətmi çəkməyib deyim, yoxsa onun üstündə çox belə istənilən qədər işləməyiblərmi deyim. Ona görə şərq və Avropa, Amerikan cazı çox da birləşmir hal-hazırki dövrdə və mən də çox dinləyə bilmirəm əslində etno cazı. Məncə nə qədər Azərbaycan musiqisindən uzaq olsan da bir formada sən onu eşitmiş olursan uşaqlığından bəri və o eşitdiklərindən əgər vokalistsənsə, ya onun bir parça boğazımı qalır səndə, ya ifaçısansa bir xırda milizmmi qalır nəsə. Sən yəni bunu onunla istəmədən də olsa dinləyiciyə çatdıra bilirsən. O səni başa düşür ki, yox sən tam olaraq Avropa və ya Amerikan yönümlü caz ifa eləmirsən. Biraz da öz milliliyindən qatırsan. Məncə caz buna görə çox rahat bir şəkildə qollanıb, budaqlanıb və fərqli növləri yaranıb. Yəni heç vaxt eyni şeyi yaratmaq olmur. Bir millət heç vaxt birinin musiqi üslubunu eyni şəkildə kopyalaya bilmir. İstər-istəməz özündən bir element qatır. Hardasa 12-13 yaşım olardı. İnternetdə bir şey axtarırdım. Bir bloqun içərisində bir mahnı gördüm. Back to Black adında. Amy Winehouse'un mahnısıdır. Açıb dinlədim, gördüm ki, tamamilə fərqli bir musiqiçidir. Bu yaşıma qədər dinlədiyim heç bir musiqiyə bənzəmir onun ifası. Axtardım, araşdırdım. Amy'nin demək olar ki, bütün mahnılarına çox qısa bir müddətdə qulaq asıb hamısını əzbərdən öyrəndim. Elə gitara başlamaq səbəbim də bir növ Amy'nin mahnıları oldu. Amy haqqında reportajlara baxdıqca onun dinlədiyi musiqiçilər çıxdı qabağıma. Baxıram Sarah Vaughan, Ella Fitzgerald, Billie Holiday, Tony Bennett, Frank Sinatra, Ray Charles. Əvvəlcə bunlardan başladım, Amy'nin dinlədiklərindən. Daha sonra həmin o musiqiçilər kimlərlə bir yerdə fəaliyyət göstərib, onları dinlədim. Bir də baxdım ki, cazın tarixini artıq araşdırıram. Bir də baxdım ki, çox cazmen tanıyıram. Bir də baxdım ki, Bakıda hansısa bir jam sessiona gedirəm. Cazmen dostlarım artıq yığışır ətrafıma. Belə-belə caza qarşı sevgim yarandı. Bütün musiqi janrları üçün ilk tələb olunan şey budur ki, o dinlədiyi və ya ifa elədiyi hiss eləyəsən. Onu anlayasan. Bir şeyi anlamadan, qavramadan nə onu sən öyrənə bilərsən, nə də ifa edib dinləyiciyə çatdıra bilərsən. İlk növbədə səndən anlayış tələb olunur. Sonra hər halda qulaq tələb olunar ki, eşitdiyi qavrayıb ifa eləyə biləsən və improvizə qabiliyyəti. Cazın ən böyük tələbi o improvizədir. İnstrumentdə də, vokalda da. Vokalda bu skat olaraq gedir. Və bu vokaldakı improvizasiyanın yaranması da Louis Armstrongun adı ilə bağlıdır. Louis Armstrong səhnədə sözləri unudub və başlayıb sözləri belə kəkələmə kimi fərqli hecalarla əvəz eləməyə. Yəni sözlərin yaddan çıxması caza bir element qatıb. Görün caz nə qədər çox şaxəlidir. Nə qədər fərqli elementləri var. Bilirsiniz, cazı dinləyəndə mənim içim o qədər çox hissiyatla dolur ki, mən öz hissiyatımı, öz fərqli emosiyalarımı kəşf eləməyə başlayıram. Elə əsər olur ki, onu dinləyəndə içimi çox böyük bir qorxu bürüyür və
baxıram ki, bu hissiyat mənim nə vaxtsa hiss etdiyim şeylə eynidir. Bu qorxuymuş deyirəm. Yaxud çox böyük bir sevinç verir mənə, qalxıb rəqs eləyirəm. Oradan o sevinç hissiyatını qavrayıram. İlk başda mənim emosiyalarımın formalaşmağına çox təsir göstərib. İkincisi də musiqi qulağımın inkişaf eləməsinə çox böyük təsir olub cazın. Ciddi musiqini dinləyəndə siz birbaşa olaraq onun üzərində nə qədər zəhmət çəkildiyini anlayırsınız. Yəni ilk dinləyişdən bunu başa düşmək olur. Bayağı musiqi bir anın içərisində parlayıb bir anın içində sönə də bilər və ya o süni intellektlə də düzəldirlər. Onlar heç vaxt uzun ömürlü olmur. Çünki bu bir saniyə ərzində hazırlanan bir şeydir. Sən əgər bir əsərin üzərində kifayət qədər çox çalışmısansa, bu onsuz da indi təsirini göstərməsə də, indi öz dəyərini görməsə də, bir müddət sonra elə bir formada qiymətə minəcək ki, heç vaxt onun adı unudulmayacaq. Yəni məncə ciddi musiqi ilə bayaq musiqinin fərqi üzərlərində görülən işdir, çəkilən zəhmət. Məncə istedadlı cazmenlərimiz çoxdur. Yəni mən Milli Konservatoriyada oxuyuram da, hal-hazırda pop cazda oxuyuram. 2-ci kursam. 2024-də qəbul olmuşam. O zamandan bu zamana qədər mən istər bakalavr, istər magistr olaraq çox istedadlı cazmenlər görmüşəm. İstər pianist olsun, istər skripka ifaçısı və ya klarnet ifaçısı. Və gözəli də budur ki, onlar inkişaf eləməyə meyillidirlər, yenilik yaratmağa meyillidirlər. Yəni məncə Azərbaycan cazının inkişafı irəlidə çox parlaq bir şəkildə görünür. Keçmişə nəzərən çox daha güclü olacaq. Hətta mən belə düşünürəm, vokal səviyyəsində də artıq inkişaf eləməyə meyillidir. Çünki Avropa, Amerikan caz vokalı artıq bizə daha çox nüfuz eləməyə başlayıb. İnsanlar sırf Azərbaycan repertuarına girişmir və ya sırf Azərbaycan mahnılarını caza çevirmir. Bir xanım sənətçimiz var, haqqında bayaq danışırdıq sizlə. Onun kimi Azərbaycan mahnılarını fərqli vidə salıb ifa eləmir. Və mən düşünürəm ki, artıq Azərbaycan gəncləri xarici cazı daha çox mənimsəməyə başlayıblar. Və mənimsəyəndə də təbii ki, sən bunu rahat əks etdirəcəksən. Adım Şəmsdir, soyadım Baxşəliyeva. 1998-ci ildə Təbrizdən anadan olmuşam. Əslim Naxçıvanlıdır. 4-5 yaşımdan Bakıda yaşayıram. Və ilk xatırladığım xatirələrimdən etibarən bunu bilirəm ki, musiqinin içərisində böyümüşəm. Atam Fəxrəddin Salimin belə deyək sayəsində. Özümün şəxsi olaraq ilk dinlədiyim musiqi janrı flamenko olub. Və daha sonra artıq 12-13 yaşıma etibarən sırf caz dinləməyə başlamışam. Birinci universitetimi 2016-da oxumuşam. Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq ixtisası. Sənətşünaslıq rəssamlıq, memarlıq, heykəltaraşlığın tarixi, nəzəriyyəsi, əsərlərin təhlili üzrə bir ixtisasdır. Çox gözəl ixtisas idi. Təəssüf ki, onu davam elətdirmədim. Magistrını da oxumadım. 2020-ci ildə bitirdim universiteti və işləməyə başladım. Həm ingilis dili müəllimi kimi fəaliyyət göstərdim, indi də hal-hazırda işləyirəm elə. Həm də artıq müəyyən bir zaman sonra bir belə deyək, restoranda işləməyə başladım, hostes olaraq qonaq qarşılama. Orada Cavan Zeynallı ilə tanış olma şansım oldu. İnsan axı işləyəndə o incəsənətinə olan sevgisini göstərə bilmir, çünki ona enerjisi qalmır. Mən Cavan Zeynallı ilə orada tanış olandan sonra içimdə o caza olan sevgi yenidən qabardı və başladım gitaramı işə gətirməyə. Fasilələrində, işdən sonra, işdən qabaq gəlib orada oxuyurdum, bir şeylər yazırdım. Ondan o itirdiyim şeyi bərpa eləməyə çalışırdım. Daha sonra Milli Konservatoriyada ikinci təhsilimə başladım. Musiqi təhsilim yoxdur mənim. Gitaranı bir müəllimin yanında 2 ayda öyrənmişəm. Daha sonra özüm təkmilləşdirmişəm və pianoda o qədər də yaxşı ifaçı deyiləm pianoda. Sadəcə akordlarla müşahidə edə bilərəm özümü və bunu da özüm öyrənmişəm. Və konservatoriyaya daxil olanda sıfırdan başladım mən hər şeyə. Çox çətin idi mənim üçün. İndi də çətindir. Yəni sıfırdan not öyrənmək, xorda çox səsli oxumaq. Bizə Qaya qrupunun vokalisti Şölə Səfərəliyeva dərs deyirdi. Ondan bir yerdə çox səsli oxumaq ki, çox səsli vokal, yəni
bu təhsil həyatımın ən çətin fənlərindən biri idi yəni. Zamanla yəni türklər demiş, düşə qalka öyrəndim bir çox şeyi. Həm musiqi nəzəriyyəsini, həm müəyyən dərəcədə pianonu, həm də vokalı. Hələ də mən özümü başlanğıcda hesab edirəm, çünki nə qədər çox çalışsam da kifayət qədər çalışmadığımı düşünürəm. Yəni bu da o deməkdir ki, daha çox enerji qoymaq lazımdır bunun üstünə və belə. Gələcəkdə də həm caz üzrə nəzəriyyəçi kimi fəaliyyət göstərmək istəyirəm, həm də caz vokalisti olaraq.